İşğaldan azad ərazilərin bərpasında həmrəylik nümayiş etdirmək olduqca vacibdir. Bu fikirlər Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu konferansında səsləndirilib. İctimai həmrəyliyin qələbə və dirçəlişdə rolu vurğulanıb. Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsi Azərbaycan xalqının doğma torpaqları uğrunda yumruq kimi birləşərək bütün çətinliklərin öhdəsindən gələ bildiyini sübut edib. Necə ki biz azad olmasında həmrəyliyimizi nümayiş etdirib, birlikdə bu müqəddəs missiyanın öhdəsindən gələ bilmişiksə, hal-hazırda da Qarabağın dirçəlişində bu istiqamətdə aparılan işləri də yalnız həmrəy olub birlikdə yerinə yetirə bilərik. Qarabağın dirçəlişi də multikultural dəyərlərə sahib çıxmaqdan, oradakı tarixi, dini, mədəni abidələrimizin istər müsəlman abidələr olsun, istər xristiyan abidələr olsun, bərpasından, qorunmasından, mənəviyyatımıza, ənənələrimizə sahib çıxılmasından keçir və biz eləyən dəyərlər də, bizi Azərbaycanlı eləyən dəyərlər də məhz bu dəyərlər sistemidir.